13-də diqqətli olmaq lazımdır. Rasional tənlikdir, həm də irrasional tənlikdir. Kök də var, kəsr də var. Birinci, kəsr nə zaman 0 olur, onu təyin edirik. Nə zaman 0 olur? Sürət 0 olmalıdır. Sürətin 0-ına bərabər x vurulsun, x üstə gəl 4, x kvadratı çıxılsın 16 bərabərdir 0. Bu tənliyi həll edirik. X bərabərdir 0, x üstə gəl 4 bərabərdir 0, x kvadratı çıxılsın 16 bərabərdir 0. Buradan olur x mənfi 4, burada da olur x çıxılsın 4 ilə üstə gəl 4. Yəni x həm 4-dür, həm də mənfi 4-dür. 3 dənə müxtəlif kök var. 0, mənfi 4, 4. İndi deyirik ki, məxrəc 0-dan fərqli olmalıdır. Məxrəc nədir? Kök x çıxılsın 2-dir. Yazaq, yoxlayaq. 0 yazsaq nə edir bura? 0 çıxılsın mənfi 2, mənfi 2-dir mənası. Bu oldu. Mənfi 4 yazsaq kök altda mənfi 4-ün mənası yoxdur. Olmur. 4 yazsaq yerinə kök altında 4 çıxılsın 2, bu eləyir 0. Məxrəc 0 ola bilməz axı. Ona görə bunu da götürmürük. 4-ü də götürmürük. Sadəcə 0. Bizdən köklərin sayını soruşur, o da bir kökü.